Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahumme salli ala ruhi seyyidina Muhammedin fil ervah. Allahumme salli ala kabri seyyidina Muhammedin fil kubur. Allahumme salli ala cesedi seyyidina Muhammedin fil eczad. Esselamu aleyküm ve rahmetullah. Möhtərəm dinləyicilər, Allah-u Teala bizləri çox nemətləri ilə pərvərdə eləyib. Əbülleys Səmərqəndi Həzrətləri Tənbihül Qafilin kitabında buyurur ki, Allahın bizə vermiş olduğu çox lütflər var. Bu lütflərin birincisi budur ki, Allah Teala nə gözəl ki, bizləri insan yaradıb. Başqa cür məxluq, başqa cinsdən bir varlıq olaraq yarada bilərdi. İkinci, nə yaxşı ki, Allah-u Teala bizləri müsəlman yaradıb. Allah-u Teala bizləri aşıq olan bir kafir də yarada bilərdi. Nə yaxşı ki, Allah-u Teala bizləri Muhammed ümmətindən yaradıb. Allah-u Teala bizləri qədim zamanlarda olan bir peyğəmbərin ümməti də yarada bilərdi. Bugünkü söhbətimiz insan olmaqla yanaşı, müsəlman müvəhhid olmaqla yanaşı, Muhammed ümmətindən olmağın fəziləti barəsində olacaqdır. Şeşbarmaq kitabında cərəyan eləyən bir hadisə var. O hadisəni istəyirəm ki, bu günləri söhbət olaraq sizlərə bəyan eləyim. Bu günləri söhbətdən əvvəl, bu söhbətə hazırlaşan ərəfədə özümü hesaba çəkdim və düşündüm ki, axı mən bunu niyə eləyirəm? Danışanlar çoxdur, məlumat verənlər çoxdur, mənə nə lüzum var, bundan mənim məqsədim nədir, özümü hesaba çəkdim. Və Allahın qulu olmağın mənə vermiş olduğu şərəf, Muhammed ümməti olmağın mənə vermiş olduğu izzət, Qur'an-ı Kərimə talib olmağın mənə vermiş olduğu nemət məni məcbur eləyir və təhrik eləyir ki, bu saymış olduğum səbəblərdən hiss etmiş olduğum sevinci, saadəti, xoşbəxtlik hissini siz mömin qardaş bacılarımızla bölüşün. Və bu söhbətlərdən məqsəd tərəfdar toplamaq, nəsə özümüzü göstərmək kimi bir niyyətimiz, marağımız yoxdur. Bu cəmaatın mən bu yaşıma qədər çoxunu da görmüşəm, azını da görmüşəm, cəmaatdan sədaqətli olanı da görmüşəm, xəyanətkar olanları da görmüşəm. Bunun məsələyə yaxşı insanlara, sədaqətli insanlara heç bir və yaxud da ki, peşman olan adamlara heç bir adiyyatı yoxdur. Biz sadəcə olaraq öz canımızı cəhənnəmdən satın almaq, Allah-u Teala'nın əbədi cənnətlərinə girmək və onun didarını cənnətdə seyr eləmək, Peyğəmbərimiz başda olmaqla əleyhissalam, bütün peyğəmbərlərin əleyhissalam və bütün evliyaların, salih bəndələrin meclisində olmaq, onlarla həmsürə olmaq, həmcidar olmaq saadətini sevdiyimiz insanlarla bölüşmək məcburiyyətindəyik. Ola bilər bu günləri bunu kimsə başa düşmür, amma 5 il sonra, 10 il sonra bəlkə də bu lentə qulaq asan kimsə ola bilər ki, riqqətə gələcək, biraz düşünəcək. Kiminsə qəlbinin həyəcanlanmasına, tövbə etməsinə, doğru yola gəlməsinə vəsilə olacaqsa bu söhbətlər nə xoş bizim halımıza. Və bu sevinci, bu saadəti bizi dinləyən bir neçə yüz adamla bölüşə bilmək bizim üçün böyük bir xoşbəxtlik, böyük bir saadətdir. Və Peyğəmbər əleyhissalamı ümmət olmaq saadətini də sizlərə bəyan etmək muradındayım. Axı müsəlman olmaq, axı Həzrət Muhammed əleyhissalamı ümmət olmaq bizə nəyə qazandırır? Şeşbarmaq kitabında yazılıb ki, Abdullah İbni Abbas radiyallahu anh həzrətləri Allah həm özündən, yəni Həzrət Abbasdan, həm də atasından, özündən Abdullahdan, həm də atası Abbasdan Allah Teala razı olsun. Abbas Peyğəmbərimizin əmsidir, Abdullah da əmsinin oğludur. Bu hadisəyə Həzrət Abbasın oğlu Abdullah şahid olubdur və onun danışmış olduğu bu hadisə kitablarda qeyd olunubdur. Rəvayət olunur ki, bir ərabi bir gün Peyğəmbərimiz əleyhissalatü vesselamın yanına gəlir
Qeyd edeyim ki, Ərabi dediyimiz bu çöl ərəbləri Mədinə sözü ki var, mədəniyyət sözündən götürülür. Şəhər adamı, şəhər adamlarının düşüncəsi bu çöl adamlarının, dağ adamlarının düşüncəsi kimi deyil. Bu xüsusən də Ərabilər ərəb dilində çox bəlağətli, qəribə düşüncəli insanlar olub. Yaxşı tərəfləri də olub, yaman tərəfləri də olub, amma onların varlığı Peyğəmbər əleyhissalamın zamanında çox elmi məsələlərin üzə çıxmasına səbəb olur. Çünki Peyğəmbər əleyhissalamın gül üzünü görən, şirin sözünə qulaq verən səhabələr Peyğəmbər əleyhissalamın yanında adətə başlarında bir quş oturmuş kimi artıq söz desələr, hərəkət etsələr, o quşu başlarından, o saadəti uçuracaqlarmış kimi bir həyəcan içində olublar. Hətta Əmr İbni As, Misir Fatihi, Şam Fatihi kimi bir əli qılınclı, müharibələr görmüş bir sərkərdə Misirlər ondan soruşanda ki, Peyğəmbərimizin şəmailini, üz cizgilərini bizə bəyan et, o nə cür bir şəxs olub, o deyirdi ki, bir neçə şəxsdən başqa heç kim həyasından onun üzünə, gözünə zillənib baxmıyor. Baxanlardan birisi Həzrəti Əbu Bəkir, bir də Həzrəti Əli olub. Onlar Peyğəmbər əleyhissalama çox yaxın olublar və Həzrəti Rəsullahla xüsusi bağları olduğu üçün, xüsusi mənəvi irtibatları olduğu üçün onlar başlarını dikəldib onun üzünə baxa biləcək insanlar olub. Yoxsa səhabələr Peyğəmbərimizin üzünə ciddən nəzər kəsilməyiblər. Amma ərəblər gələrdilər, Peyğəmbər əleyhissalamı küçədən elə ya Muhammed sallallahu əleyhi və səlləm deyib çağırardılar, öz həmtaylarını çağıran kimi. Məsəl üçün bir mərasim meclis olanda qabaqcadan gələrdilər, girib evinə oturardılar filan. Peyğəmbər əleyhissalam çox narahat eləyərdilər. Bu barədə çox ayətlər də var Quranda bir neçə. Amma səhabələr bu ayətlər onlar barəsində gəlsə də, ərablər barəsində, amma bu Mədinə cəmaatı, daha doğrusu mədəniyyət cəmaatı olan şəhər cəmaatı bu ədəb qaydalarına çox ciddən riayət eləyərdilər. Hətta Peyğəmbərimizə müraciət eləyəndə atam, anam sənə fəda olsun. Fədaun ləkə ümmi və əbi ya Rasulallah deyib müraciət eləyiblər. Və artıq sual verməkdən də həya eləyiblər Peyğəmbərimizə ki, narahat eləyərlər. Hər vaxt Peyğəmbər minbərə çıxardı, hədis iradə eləyərdi, istifadə eləyərdilər. Amma çöldən ki, ərəblər, ərabilər gələrdi Peyğəmbərimizə qəribə suallar verərdilər. Suallar nə qədər qəribə də olsa Peyğəmbər onları cavablandırırdı və səhabilər də o sual-cavabdan faydalanırdılar. Və hətta kitablarda yazır ki, sahabilər deyərdi ki, arzu eləyərdi ki, bir ərabi gəlsəydi, Peyğəmbərimizə sual versəydi, Peyğəmbər cavablandırsaydı, biz də bundan faydalansaydık. Və bir gün belə bir gündür. Çöldən bir ərabi gəlib, adı Mütərrih İbni Cidalə, radiyallahu anh, Allah ondan razı olsun, bir qum ərəbi, çöl ərəbi. Gəlir Həzrət Rasulullah aleyhissalatü vesselamın qənşərinə və Peyğəmbər əleyhissalama suallar verir. Vermiş olduğu suallardan birisi budur ki, ya Rasulullah, sənin ümmətinin başqa peyğəmbərlərin ümmətlərinin üzərinə fəziləti necədir? Bu da qeyd edeyim ki, ümmət demək icma deməkdir. Toplum, sənə inanan icma, bu ümmət. Çünki cinlərin öz ümməti var, heyvanların, məsələn, həşəratların öz ümməti var, quşların öz ümməti var, yəni toplumu var. Və hər peyğəmbərin öz ümməti var. Bu ərabi də soruşur ki, sən ki peyğəmbərsən, sənin ümmətin var. Ümmətin barəsində çox xəbərlər var, eşidirik. Mənim üçün maraqlıdır ki, sənin ümmətin digər peyğəmbərlərin ümmətlərinə müqayisədə fəziləti nədir? Həzrəti Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki, mənim ümmətimin başqa peyğəmbərlərin ümmətlərinə olan fəziləti mənim başqa peyğəmbərlərə olan fəzilətim kimidir. Ərabi Peyğəmbərimiz əleyhissalama buyurur ki, bu fəzilət necədir? Burada öz fikirlərimi də qeyd eləmək istəyirəm, məlumatlarımı. Məlum olsun ki, bizim peyğəmbərimiz digər peyğəmbərlərə
nisbətdə fəzilətlidir. Allah Teala Quranda buyurur ki, tilka rusul fəddalna ba'dum ala ba'd. Ben bəzi peyğəmbərlərin üzərinə fəzilətli yaratdım. Bizim peyğəmbərimiz də bütün peyğəmbərlərin üzərinə fəzilətlidir. Bunun barəsində məsəl üçün Ənvar Laşın kitabında belə bir məlumatlar var ki, Musa peyğəmbər əleyhissalatü vesselam peyğəmbərlik elmi ilə. Peyğəmbərlik elmi budur ki, onlar səmaları seyr eləyib, keçmişdə, gələcəkdə olan hadisələrdən məlumatlanırdılar. Lövh-i məhfuz mühafizə lövhəsi var. O videoları oradan görüntüləri seyr eləyirdilər və axır zamanda Muhammed əleyhissalam adında bir peyğəmbər olacağını və onun ümməti olacağını, onun nə fəzilətli olacağını Musa əleyhissalam oradan bilmiş olur, agah olur və Peyğəmbərimiz əleyhissalamın barəsində Allah-u Teala'ya soruşur ki, bu axır zamanda gələn peyğəmbərlə mənim aramda, sənin qatında nə fərq var? Allah Əzzə və Cəl Həzrətləri Musa əleyhissalama deyir ki, sən Kəlimullahsan, o Həbibullahdır. Kəlimullah, yəni Allahla danışan. Bilirsiniz ki, Tur Sinada Musa əleyhissalam Allahla danışır. O isə Həbibullahdır. O isə mənim Allahın sevgilisidir, Həbibidir. Musa əleyhissalam soruşur ki, bəs aralarındakı fərq nədir? Allah-u Teala buyurur ki, fərq budur ki, sən çalışırsan ki, mən sənlə razı qalım. Amma onun ilə mənim aramda bir ünsiyyət var ki, mən çalışıram ki, o məndən razı olsun. Necə ki, Allah-u Teala Zuha surəsində bu barədə buyurur ki, sən qiyamət günündə fətərda, sən qiyamət gündə məndən razı olacağın qədər sənə mən əta eləyəcəm, sənə mən bəxş eləyəcəm ki, sən ta ki məndən Allahdan razı qalasan. Və yaxud da ki, İsa Peyğəmbər, Peyğəmbərimiz əleyhissalam barəsində ona vəhy olunur, İncildə, hətta qədim İncillərdə onun Əhməd olacağı barəsində də məlumat var. Və İsa Peyğəmbər ona, Peyğəmbərimiz əleyhissalama Peyğəmbər olmağı arzu eləyib, ümmət olmağı arzu eləyib. Allah Əzzə və Cəl Həzrətləri İsa Peyğəmbərin Məhəmməd əleyhissalamı ümmət olmaq arzusunu diləyinə qəbul eləyib və İsa əleyhissalamın məlumu çarmıx hadisəsində onu düşmənlərin əlindən alıb göylərə ucaldıb və qiyamət gününə yaxın axır zamanda Mehdi əleyhissalam zuhur eləyəndə İsa əleyhissalam da göydən nazil olacaq və artıq peyğəmbər kimi yox, bir İslam alimi kimi Mehdi əleyhissalama yardım eləyəcək Dəccalın ölümündə və bu ümmətin alimlərindən birisi olacaqdır. Onun duası qalıb. Bunun kimi Xızır əleyhissalamda barəsində məlumatlar var. Bunlar çox uzun danışır, mövzudan kənar çıxmaz. Adəm əleyhissalamın özü cənnətdən çıxarıldıqdan sonra Peyğəmbərimiz əleyhissalam adı ilə təvəssül eləyib. Yəni Allah Teala'dan onun hörmətinə bağışlanmağını diləyib. Allah Teala Muhammed əleyhissalamın hörmətinə onu bağışlayıb. Bunun kimi peyğəmbərlərin muradı idi ki, Həzrəti Peyğəmbərimiz əleyhissalama qift eləyiblər, onu ümmət olmaq arzulayıblar, ümmətlərinə onun barəsində danışıblar və Peyğəmbərimiz əleyhissalamdan da Ərabi soruşanda ki, sənin ümmətin digər peyğəmbərlərin ümmətlərinə nisbətdə fəziləti nədir? O da deyib ki, mən nə cür ki, o biri peyğəmbərlərin üzərinə fəzilətliyəm, mənim ümmətim də o peyğəmbərlərin ümmətlərinə elə fəzilətlidir. Yeri gəlmişkən onu da deyim ki, bizim peyğəmbərimizin fəzilətlərindən birisi də budur ki, daha doğrusu bizim ona ümmət olmağımızın bizə verəcəyi avantajlardan birisi də budur ki, qiyamət günündə haqq hesab olanda birinci peyğəmbərlər məhşər meydanına gətiriləcək və sorğu-sual olunacaq. Amma əslində belə düşünəndə birinci Adəm əleyhissalam, sonra İdris əleyhissalam, sonra Nuh əleyhissalam belə ardıcıllıqla onların ümmətləri hesaba çəkilib cənnətə qoyulmalı ikən, peyğəmbərlərdən sonra hesaba çəkilib cənnətə salınanlar Məhəmməd ümmətinin fərdləri olacaq, sonra o biri peyğəmbərlərin ümmətlərinin fərdləri olacaq. Bu da Peyğəmbərimiz əleyhissalamı hörmət olaraq. Yəni də bu mövzuda çoxlu xəbərlər var. Söhbətimizi müxtəsər eləmək üçün burada yarı kəsirəm. Və təklif olaraq da deyirəm ki,
şərhlər yazanda və yaxud da mənim şəxsi telefonuma zəng eləyib istədiyiniz mövzunu bizə ərz eləyə bilərsiniz. O mövzuda inşallah ki, sizin üçün söhbətlər hazırlayarıq. Ola bilsin ki, söhbətlər əsnasında hansısa mövzular sizi maraqlandırır, o fikir yarımçıq qalır, o fikrin üzərində bir söhbət qura bilərik. Və hədisi davam elətdirirəm. Ərabi Peyğəmbər əleyhissalamdan soruşur ki, sənin başqa peyğəmbərlərin üzərinə fəzilətin nədir? Peyğəmbər əleyhissalatu vesselam da buyurur ki, qiyamət gündə o biri peyğəmbərlər məhşər meydanı, Ərəsat meydanına gələndə bir elə peyğəmbər olacaq ki, bir adamdan gələcək, bəzisi 2 adamdan gələcək, bəzisi 3 adamdan gələcək, özlərinə yaxın. Tutalım ki, Musa əleyhissalam Harun əleyhissalamdan gələcək. Tutalım ki, İsa əleyhissalam Məryəm anamızdan gələcək. Məsəl üçün. Amma Peyğəmbər əleyhissalatu vesselam deyir ki, mən məhşər meydanına gələndə bütün ümmətimdən gələcəyim. O biri peyğəmbərlər 10 nəfər adamdan gələ bilər. 10 nəfər uzağı. Peyğəmbərimiz isə milyonlarla insandan gələcək. Və kitablarda yazır ki, Peyğəmbər əleyhissalatu vesselam çox nazənin yuxudan duran kimi qəbrindən həşr olacaq qiyamət gündə. Hamı paltarsız, üryan həşr olduğu halda Peyğəmbərimiz paltarla həşr olacaq və qabağına Cəbrail, Mikail əleyhissalam vasitəsilə bir büraq minəcək, bir büraq onun qəbri saadətinin yanına gətiriləcək. Peyğəmbər əleyhissalam həmin bürağa suvar olacaq. Yanında Mikail əleyhissalam və Cəbrail əleyhissalam olacaq. Əlində 3 bıçaqlı ələm olacaq. Birinin üstündə Bismillahirrahmanirrahim yazılacaq. Digərində Elhamdülillahi Rabbil Alemin. Bir digərində La havlə və la quvvətə illə billahi'l-azim. Ta yüksəklərə qədər qalxacaq o ələm və Muhammed ümməti ta uzaqlardan seyr edəcək ələmi və onun altına cəm olacaqlar və Peyğəmbər isə çox hörmətlə, izzətlə Ərəsat meydanına, Cənab-ı Allahın qulluğuna o şəkildə çıxmış olacaq. Və həm kafirlər yanıb töküləcəklər, ona ümmət olmadıqları üçün, ona düşmənçilik elədiklər. Həm Muhammed ümmətdə fəxr eləyəcək ona ümmət olmaları səbəbi ilə və orada lazım olan proses gedəcək. Və bu Ərabi də Peyğəmbərimiz əleyhissalatu vesselam Peyğəmbər əleyhissalamdan soruşan deyir ki, mən bu qədər ümmətimin fərdi ilə Ərəsat meydanına, məhşər meydanına çıxacağam. Ərabi deyir, soruşur Peyğəmbərdən ki, qiyamət günü sənin ümmətin neçə güruh olaraq Ərəsat meydanına gələcək? Neçə dəstə güruh olaraq gələcək? Peyğəmbər əleyhissalatu vesselam buyurur ki, mənim ümmətim qiyamət günündə 4 güruh olaraq gələcəkdir. Bunlardan birincisi bila hesab və la əzab cənnətə girənlərdir. Ərabi Peyğəmbərdən soruşur ki, onlar nə taifədir və nə əməl sahibidir ki, onlar bila hesab, hesaba çəkilmədən və la əzab və qəti şəkildə əzab olunmadan cənnətə birbaşa girəcək. Hətta barələrində var ki, onlar qəbirlərindən həşr olduqdan, dirildikdən sonra hesaba çəkilmədən, tərəzi əməlləri vurulmadan, məvqiflərdə hesaba çəkilmədən siratın üstündən uçub cənnətlərə girəndə, yaşıl büraqların üstündə, cənnətin qapısında onları durduracaq mələklər ki, bu işin bir cənnətə girmək prosesi var da, sorğu, sual filan. Amma siz qəbirlərinizdən duran kimi cənnətlərə uçursunuz. Onların müdafiəçisi Allah olacaq. Xatifdən nida gələcək həmin mələklərə ki, onlar mənim sevgili qullarımdır. Onları mən bir şey soruşmadan cənnətə salıram. Cənnət də 2 qismdir bilirsiniz. Birinci qism budur ki, oranın özünə məxsus zövqləri, ləzzətləri vardır. İkinci qismi isə Allah-u Teala'nın didarını seyirləmək. Allahın didarını, camalını seyirləyən bəxtəvər qullardır. Peyğəmbərlər, evliyalar, pirlər, şeyxlər həmin qəbildən olan Allah dostlarıdır. Çox maraqlıdır ki, Peyğəmbər əleyhissalam onları niyə belə cənnətə girəcəyini bəyan eləyir və buyurur ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bunlar şühədalardır. Ərabi Peyğəmbər əleyhissalamdan soruşur ki, onlar nə üçün şühədadır? Yəni, nə əməl sahibi bu şühəda titulu nədir? Yəni də Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm cavab verir ki, bunlar
Allah-u Teala'nın varlığına və birliyinə və mənim də onun peyğəmbəri olduğuma şəhadət edən kimsələrdir. Yəni həyatların müddətincə bu məsələdə qətiyyən tərəddüd eləməyən şəxslərdir. Onlar hər daim mənəvi yolla, mənəvi üsulla tərəqqi eləyən adamlardır. Bu təsəvvüf elmində, sufilik yolunda belə nəql olunur ki, belə öyrədilir ki, ağlımıza belə yaxınlaşdırır. Məsələn ki, bir adam hacca gedir. Hacca gedəndə müxtəlif şəhərlərdən keçir, müxtəlif kəndlərdən keçir, müxtəlif vasitələrlə keçir. Ətrafa baxır, getmiş olduğu şəhərləri, kəndləri, ziyarətləri, hansı məsciddə namaz qılıbsa, hansı möminlər ünsiyyətdə eləyir. Məsələn, bir dəftərçəyə alır, yazır və seyr-süluk eləyir. O yolda getməklə müşahidə etmiş olduğu şeylərlə bilgisi artır. Məsələn, deyir ki, Suriyada filan şeyləri görmüşəm, İranda bu şeyləri görmüşəm və ya Türkiyədən gedibsə, Türkiyədən keçəndə, məsələn, filan məsciddə, filan şəhərdə, İbrahim Peyğəmbərin olduğu yerdə Urfada olmuşam, balıqları belə görmüşəm və s. Kimi İraqda, məsəl üçün, Samirə şəhərində olmuşam, Kərbəla şəhərində olmuşam, Bağdadda olmuşam deyərək, o yol qət edə-edə məlumat toplayır. Allah-u Teala'nın evliyaları da biz necə ki səyahət edərək məlumatlar toplayırıq, onların da ruhaniyyətləri ibadət eləmək, pəhrizkar olmaq, günahlardan uzaq durmaq, günahlara tövbə etmək səbəbilə onlar da mənəvi yolçuluğa çıxırlar. Və onların xüsusi metodu var onun. Təsəvvüf inşallah sizin için maraqlı olsa, məsələn bizə də tələb etsəz bizdən o mövzuda da söhbətlər eləyərik və həmin o seyr-sülukla, mənəvi yolçuluqla yürüdüklərindən, ucaldıqlarından, Allahın müqərrəb, yaxın bəndə olduqlarından hər daim görmüş olduqları qəribə hadisələr, yerlərdə, göylərdə olan mələkləri görmək, mələklərin əlbəli görüşmək, onları seyrləmək kimi qəribə hallar onlarda olduqlarından, onların Allaha qarşı olan, Allahın varlığına qarşı olan inancları, şəhadətləri və Peyğəmbər əleyhissalat və sanki görüşürmüşcəsinə, ona toxunurmuşcəsinə yəqinlikləri, sevgiləri olduqlarından onların bağlılığı, şəhadəti qüvvətlənir və onları elə bir hala gətirir ki, onlar ancaq Allah və onun Rəsulu ilə məşğul olduqlarından qəbirlərindən duran kimi də hələ Allah və Rəsuluna məşğul olaraq cənnətə girirlər. Onları dünyada bir şey məşğul eləməyib ki, qiyamət gündə onların nəsə soruşsunlar. Məsəl üçün, kör adamdan uşaq dünyaya gəlib, kör, gözdən əlil. Və ömrünün axırına qədər də elə yaşayıb, gözdən əlil və vəfat eləyib. Qiyamət gündə də ondan gözü barəsində heç bir sorğu-sual olmuyor. Çünki o heç nə görməyib axı, o harama baxmayıb, harama zillənməyib, nahaq yerlərin baxışlarını sərf eləməyib. Onun üçün ona kör adama qiyamət gündə sorğu-sual olmayacaq. Həmin bu evliyalar, Allah-u Teala'nın salih bəndələri gözlərindən də kör olublar, qulaqlarından da kör olublar, dillərindən də lal olublar, günahlara qarşı beyinlərindən də key olublar. Onlar qəti hiyləgər işlərlə məşğul olmayıblar. Onlar dünyada Allah və Rəsulundan olduqları üçün qəbirlərində də həmin o əhval-ruhiyyədə diriləcəklər və cənnətə birbaşa elə girəcəklər. Və onlara da deyir ki, Peyğəmbər ad verilib. Kimlərdir bunlar deyib? Ərabi soruşanda Həzrət Rasulullah cavab verir ki, onlar şühədalardır. Ərabi Peyğəmbər soruşur ki, onlara ne üçün şühəda deyirlər? Həzrət Peyğəmbərimiz əleyhissalatü vesselam buyurur ki, Haqq Təalanın birliyinə və mənim peyğəmbərliyimə şəhadət etdikləri üçün. Ərabi yenə soruşur ki, bu şəhadəti ki, bunlar getirirlər, eləyirlər, hər şəhadəti bunu gətirən adam şühəda sayılırmı? Peyğəmbər əleyhissalatü vesselam buyurur ki, bəli. Yəni istənilən adam niyyətlənsə ki, mən Şah Nəqşbənd Bahadır Buxari kimi olmaq istəyirəm, mən Əbdülqadir Geylani kimi olmaq istəyirəm, mən Əhməd Rufai kimi, Seyyid Əhməd Bədəvi kimi olmaq istəyirəm, mən Həzrət Baba kimi, mən Pir Abcabar kimi, mən Baba Rüstəm Baba kimi, Şeyx Molla Yusuf Baba kimi, Şeyx Əzzəddin, Şeyx İbadəddin, Dörd Ağbil Baba kimi, Seyyid Qələm Baba kimi və hakəzə bu evliyalardan biri kimi olmaq istəyirəm. Bəli, buyurun.
Əgər onların yoluna getmiş olsanız, ola bilərsiniz. Yox, əgər ki, ailə qayğısı, sonra məişət qayğısı, yemək qayğısı, dünya məşğələləri, bunlarla məşğul olacaqsansa, əlbəttə ki, biraz vəziyyət başqa cür olacaq. Başqa cürünü də izahlayacağım, nə cür olacaqsa. Ərabi yenə deyir ki, bu demək ki, birinci güruh. Cənnətə girən Peyğəmbərimizin ümmətindən birinci güruh. Bir qeyri hesab bəla, əzab olunmadan, hesaba çəkilmədən. İkinci güruh kimlərdir ya Rasulullah deyib soruşur. Peyğəmbər əleyhissalam buyurur ki, hesabı yəsira, hesabən yəsira olan kimsələrdir. Hesabən yəsira, hesabı asan olan. Hesaba çəkiləcəklər, amma nəhayət etibarilə yenə də cənnətə girəcəklər. Və Ərabi soruşur ki, üçüncülər kimlərdir? Üçüncülər onlardır ki, əmalından hesab olunarlar, sonra onlar da cənnətə daxil olarlar. Hesabən yəsirə yüngül hesab olanlardır. Məsəl üçün, evliyalardan, pirlərdən, evliyalar hamısı bir məqam deyirlər, müxtəlif məqamlarda var. Onlardan yüngül suallar soruşulacaqdır. Ancaq hesaba çəkilən günahkar Məhəmməd ümməti, kim ki tamahına qalib gəlməyib, kim ki ailəsində ədalətli, kim ki tərəzidə ədaləti gözləməyib, siyasətdə ədaləti gözləməyib, olur da hamımızın səhvlərimiz vardır. Bu səhvlərə görə hesaba çəkilib, nəhayət cənnətə qoyulanlardır. Ərabi dedi ki, bunlar ne üçün hesab olunurlar? Yəni hesaba çəkilirlər. Yenə burada nəzərə çatdırın bir şey ki, möhtərəm cəmaət, qədim türkçədə olduğu üçün bu kitablar. Mən sizə müasir danışılan şeylər danışmaq istəmirəm. Biri düz danışır, biri səhv danışır, əksərən səhv danışılır. Bizə qədər bizim əcdadlarımız hansı əqidədə, etiqadda olublar, hansı kitabları oxuyurlar, o kitablarını oxuyuram. Bu da şeşbarmaq kitabıdır. Yəni bir qədər qiraətimdə qüsurlar olsa, inşallah ki, əfvinizə sığınıram, böyüklüyünüzə sığınıram. Yenə Ərabi buyurdu ki, bunlar ne üçün hesab olunacaqlar, hansı səbəbdən? Həzrət Rasulullah Aleyhisselatü Vesselam buyurdu ki, onların çox günahları vardır. Onun üçün çox hesaba çəkiləcəklər. Ərabi yenə Peyğəmbərdən soruşur, bəs onların günahların Allah Teala ne edəcək? Günahların ne edəcək, nə mənadadır? Bizim etmiş olduğumuz günahlar səhv olaraq özümüzün, balalarımızın qabağına çıxır. Məsəl üçün, kimsə kiməsə vurub, Allah-u Teala bir müddət keçir, onun qabağına bir dəli dolu adam çıxartır. Heç adiyyəti olmayan bir mövzuda, adəti olmayan bir məsələ haqqında o da onu vurur. O adam o da başa düşür ki, mən filan səhv eləmişdim. 3 gün, 5 gün, 10 il bundan qabağa. Allah mənim qabağıma çıxartdı bu adamı, onun intiqamını aldı məndən. Belə hayf çıxar. Amma qiyamət günü elə deyil. Bizim etdiyimiz günahlar qiyamət gündə şəkillənəcək. Günahlarımız donuz şəklində, üzr istəyirəm, xınzır şəklində, it şəklində və başqa məxluq ilan şəklində qəbrimizə yoldaş olacaq. Qiyamət gündə qabağımıza çıxacaq, eybəcər şəkillərdə. Və o səbəbdən də soruşur ki, Ərabi, onlar nə şəkildə günahları nə olacaq? Peyğəmbər əleyhissalam buyurub ki, mənim ümmətimin günahları müşriklərə, kafirlərə yüklənəcək. Ərabi soruşur ki, bu müşriklərin öz günahları var. Bəs bu möminlərin günahları onları niyə yüklənəcək? Peyğəmbər əleyhissalam buyurur ki, müşrikləri Allah Teala onsuz da cəhənnəm üçün yaradıb. Ki, onlar inadları səbəbilə, şirkləri səbəbilə, küfürləri səbəbilə ki, cəhənnəmə düşəcəklər. Mənim ümmətimə Allah Teala bağışlayıb. Bağışlayıb deyəndə mən sizə kim kimə nə edibsə hamımızı bağışlayıram, yəni olmur elə. Yəni orada bir mərhələ var. Məsəl üçün, ölüm döşəğində Allah Teala biraz təmizləyir, qəbirdə bir qədər əzab iqab eləyib təmizləyir, qəbirlərindən diriləndə, həyəcanlananda biraz günahlarından, biraz sorğu-suala çəkir, biraz tərlədir, biraz müəyyən məvqiflərdən keçirtir və möminləri təmizləyir və cənnətə qoyur. Amma o şəkillənmiş o günahlar ki var, onları da kafirlərə yükləyir.
Mən bunu oxuyanda bir şeylər gəldi ağlıma. De bizim hamımızın təqsirimiz var, günahsız adam yoxdur. Kiçikli, böyüklü, nəsə onsuz da olur. Bir var ki, bizim dini məsələlər barəsində bizim aramızda bir para söhbətlər olsun, fikir mübadiləsi olsun, mücadiləmiz olsun. Biri desin ki, ölüyə ehsan var, biri deyir ki, yoxdur, biri deyir ki, Quran oxuyaqmı ölüyə, biri deyir ki, yoxdur. Bunları bir qədər oturub müzakirə də eləmək olar, təsdiqləmək də olar, inkar etmək də olar. Yəni bunlar həll olunması məsələlərdir, müəyyən qədər təfərrüat məsələlərdir. Amma elə günahlar var ki, o günahlar ancaq onu cəhənnəm təmizləyir. Və başqa insanlar da bu günahları ilə örnək olduqlarından elə onların açmış olduğu cığırda çaşan adamların günahlarını da Allah Teala onlara yükləsə yeridir. Çox ədalətlidir. Necə? Yəni deyirəm də, yəni söhbət ola bilər öz aramızda dini hər hansı bir məsələdən. Məsələn, indi mən bir yerdən gəlirəm, dindən qəti anlayışı olmayan adam, amma Allaha inanan adam. Yəni pirlər barəsində bir qədər belə qəribə fikirlər var. İzah elədim, maşallah da qəbul elədi. Bu olur. Amma bir adamın Qur'anı cırması, Qur'an yandırması, Peyğəmbər Əleyhisselatü Vesselamın adına karikatura çəkməsi və yaxud da ki, təhqiramiz sinlə, qafla, belə söyüş qəbilindən ifadələr, alçaldıcı, İslamın şərəfini zədələyici işlər eləsin və yaxud da ki, milyonlarla insanın qətlinə, milyonlarla insanın acından qırılmasına səbəb olsun. Yəni, bu adamların bağışlanması mümkün deyil də. İnad eləsə, tövbə eləsə başqa. Amma inadla günahlara, bu eybəcər işlərə davam eləyən adam ki, cəhənnəm köpəgidir, möminlərin də günahlarını Allah Teala onlara yükləyəcək, elə yeridir. Bu üçüncü güruh Peyğəmbərimiz Əleyhisselamın. Və dördüncüsü, Ərabi soruşdu ki, daha doğrusu üçüncünü tamamlayıram ki, bu barədə bir dəlil, bir xəbər varmı? Allahın sənə bir xəbər veribmi? Allah Əzzə və Cəllənin Peyğəmbərimiz Əleyhisselama vəhy etmiş olduğu ayəni oxuyur Peyğəmbərimiz və buyurur ki, Əuzu billahi minəşşeytanirracim və liyəhmilənə əthqaləhum və əthqalə mə'a əthqaləhum. Yəni ki, əlbəttə onların günahları möminlərin günahları ilə yüklənir. Möminlərin günahları o kafirlərin günahlarına yüklənir. Ərabi də bu xəbəri, Allahın kəlamını eşidib, deyir ki, nə bədbəxtdir o kimsələr ki, öz günahları da var ikən, başlarının günahları da onlara yüklənir. Peyğəmbər Əleyhisselam buyurur, o dördüncü güruh ki var, mənim şəfaətim ilə cənnətə girərlər. Şəfaəti yevməl qiyaməti ləhlil kəbair buyurur Peyğəmbərimiz Əleyhisselam. Mənim ümmətimdən kəbair, böyük günah eləyənlərə qiyamət gündə mənim şəfaətim olacaq. Nə qədər günahkar olsa da bir şəxs, amma o din mütəəssibidirsə, Allahın mütəəssibidirsə, Peyğəmbər Əleyhisselatü Vesselam bağlı adamdırsa, inşallah onun bağlılığı, sevgisi onu qiyamət gündə Peyğəmbərin şəfaəti ilə əzabdan qurtaracaqdır. Ərabi dedi, sənin şəfaətin ilə cənnətə girənlər olacaq. Yəni, bu nə böyük bir lütfdür ki, qiyamət gündə milyardlarla insanın içərisində milyonlarla insana şəfakarlıq eləmək ixtiyarı sənə veriləcək. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəli, mənim şəfaətimlə cənnətə girənlər olacaqdır. Və bu hədisi buyurur ki, Əmə tə'ləmu ənə məfatihül cənnəti biyədi. Ey Ərabi, sən bilmirsən ki, cənnətin açarları mənim əlimdədir. Və ənə xəzainəhə yevməl qiyaməti. Qiyamət gündə cənnətin xəzinədarı mənəm Muhammed Mustafayım əleyhissalatü vesselam. Ərabi dedi ki, pəs nə üçün cənnətin xəzinədarı olub, açarları əlində olan kimsəyə mən inanmıyam? Əgər iman gətirsəm, mənə cənnət qapısını açarsanmı? Peyğəmbər Əleyhisselam buyurur ki, bəli, açaram.
Mənim əhl-i beytimə də, yəni sevdiklərimə, yoldaşıma, atama, anama, balalarıma açarsanmı? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, əgər imana gəlsələr, əlbəttə onlara dəxi açaram. Pəs Ərabi bunu eşidəcək, iman gətirdi və dedi ki, əgər mən kəndimə, yaşadığım yerə qayıtsam, mənə sual desələr ki, sən getdin, gəldin, kim oldun, sən kimsən, nə cavab verim? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, denən ki, mən müsəlmanam. Ərabi dedi ki, müsəlman nə mənadadır, nə mənaya gəlir? Peyğəmbər aleyhisselam cavab verir ki, cəhənnəm ateşindən azad olan deməkdir. Ərabi soruşur ki, mənim ismim mütərrihdir və yaxud da müttərihdir. İstəyirəm ki, mənim adımı deyişəsən. Peyğəmbər aleyhisselatü vesselam buyurur ki, sənin adını Müslim qoydum. Muslim. Dedi, ya Resulallah, ümmətimin bundan başqa, yəni müsəlman titulundan başqa, adından başqa, qeyri bir ismi də vardırmı? Həzrəti Fəxri Kainat Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, mənim ümmətimin bir ismi dəxi mümindir. Mümin. Mümin. Mümin ne için? Müminə ne için mümin deyildi ya Resulullah deyib soruşur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qiyamətdə əmin olduğu üçün insanlar məhşər meydanında çaşqın, azğın, başsız, günəşin hərarətinin altında qiyamət gündə hesabın başlanmasını gözləyərək qaldıqları vaxtda bu şeylərdə mənim ümmətim əmindir. Onlar dünyada Allaha inandıqları müddətcə, güvəndikləri müddətcə, təvəkkül etdikləri müddətcə, etiqad etdikləri müddətcə, Peyğəmbər aleyhissalatu vesselama könül verdikləri 1400 illik məsafə, 4000 kilometrlik arada olan məsafə bunlara Peyğəmbəri sevməyə mani olmadı. O qullar ki, aralarındakı 4000 kilometrlik məsafəni aşdılar. Fikirlərin, düşüncələrində Resulullahın yanında oldular. Arada olan 1400 illik məsafə onları Peyğəmbər aleyhissalatu vesselamdan ayırmadı. Sanki onun yanındaymış kimi, yəni də o minbərdəymiş kimi, yəni onun arxasında mehrabda namaz qılırmış kimi, yəni döyüşlərdə Peyğəmbər aleyhissalama daş dəyməsin deyə, ox dəyməsin deyə sinələrini oxa çevirən, o daşa çevirən insanlar kimi özlərini hiss eləyən möminlər, müsəlmanlar, zamanımızın müsəlmanları olduqları müddətcə qiyamət günündə də onlar günəşin hərarətindən, sorğu-sualın həyəcanından əmindirlər. Onlar da orada cəhənnəm yandırmayacaq, o həyəcanı onlar hiss eləməyəcəklər. Ərabi dedi ki, ya Resulullah, mən müsəlman oldum, mömin oldum, imana gəldim. İndi bunun şərti, qayda, qanun nədir? İnsanıq. Mömin adam günah eləyərmi, eləməzmi? Olur da, insanıq. Bizim yerimizə nə gözəl sual verir. Onun üçün sahabələr gözləyirlər ki, çöldən bir adam gəlsin, bu sualları Peyğəmbərimizə soruşsun. Mömin günah edərmi? Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o şəfaət mənbəyi, o şəfqət mədəni Resulullah aleyhissalatu vesselam buyurdu ki, ya Ərabi, لَوْ لَمْ يَزْنِبُوا لَجَاءَ اللّٰهُ لِقَوْمٍ آخِرِينَ فَيَزْنِبُونَ فَيُدْخِلُهُمُ الْجَنَّةِ Eğer yer üzerindeki bütün insanlar savabkeş olsalar, aralarında heç günah eləyən olmasa, Allah Teala onları götürər, silər, yerinə günah eləyən, amma günahlarına peşman olan və Allah Teala'ya günahlarını, səhvlərini, üzürlərini ərz eləyən bir qövm yaratardı. Allah onları bağışlayardı və özünün necə kərəm sahibi olduğunu bəyan eləyib göstərərdi. Bu yerdə xüsusi bir məsələni qeyd eləmək istəyirəm. Bizə qədər yer üzərində mələklər, yəni olub, səmaları doldurublar, yeri doldurublar. Bizə qədər indi də yer üzərində heyvanlar var, quşlar var. Mələklər tam ruhani məxluqlardır və qəti şəkildə günah eləməzlər. Günahın ümumiyyətlə olmağını bilmirlər. Çünki Allah Teala onları elə yaradıb. Yəni mexanizmlər elədir ki, onların nəfsi yoxdur və daim ibadətlə məşğuldurlar. Heyvanlar isə hər daim günah eləməklə məşğul. Amma etmiş olduqları günahlar, bu yırtıcılıq, bu vəhşilik, bu meşə qanunları onlara günah olaraq yazılmır.
Çünki onlar heyvanlar, onlar da şuursuz eləyirlər bunu. Ağıl yox, camal yox, məktəb yox, mədrəsə yox. Və bir dənə xəbər də yoxdur ki, heyvanlara peyğəmbər gəlib. Heyvanların içərisində bir fili peyğəmbər olaraq göndəriblər. Yoxdur şirlərin birisinə peyğəmbərlik verilib göndərilib. Yəni belə bir məsələ yoxdur. Amma bu iki məxluqun arasında bir məxluq yaradılıb ki, həm heyvanlar kimi yırtıcı, vəhşidir, nəfsxor, abırsız, həyasız, tülkü kimi hiləgər, şir kimi yırtıcı, canavar kimi tamahkir, meymun kimi hoqqabaz, amma eyni zamanda mələklər kimi ülvi, sadə, irfan sahibi. Bu insandır. Və onun heyvanlığı ilə insanlığın arasında bir qarış məsafə var. Ya qəlbinə, döşünə xidmət eləyəcək, ruhuna xidmət eləyəcək, insanlığına, könlünə xidmət eləyəcək, könlün insan olacaq, evliyalığın məqamına çatacaq, mələklərin məqamına çatacaq, fəriştəhlər kimi pak olacaq, ya da bir qarış aşağıda mədəsinə xidmət eləyəcək, bütün həyatını qarnına görə düzqoş eləyəcək, onun təfəkkürü, düşüncəsi ancaq nəfsani duyğulardır. Və yaxud dediyimiz kimi çaqqal kimi hoqqabazdır, meymun kimi təlxidir, tülkü kimi hiləgərdir, ilan kimi sancır və s. Öz insanlıq sifətini itirir. Belə baxırsan insandır. Amma mənəvi duyğuları, beyninin içərisi, daxili aləmi natəmizdir. İnsanın döşü hərb meydanıdır. Ruhani qabiliyyəti ilə nəfsani keyfiyyətləri hər daim sülhü mümkün olmayan, atəşkəs olmayan hərbi mücadilənin içərisi, bu hərb ancaq insan öləndə bitir. İnsan öldü, son nəfəsinə qədər mücadilə gedir. İnsan tanıyıram öləndə içməyə pivəstir. İnsan tanıyıram ki, öləndə ən gözəl dostu sayı rəfiqil əla deyib göz yaşları ilə canı verir. Cürbəcür ölənlər olur. Can üstündə olan, ağlı üstündə olmayan, can çəkən, xərçəng xəstəliyində olan bir qadının xəstəliyinə getmişik. Xəstə də, məsələn, həmişə başı bağlı, örtülü qadın olub, yeni bir balaca başına bir yaylıq atıblar və biz də xəstəliyinə getmişik. Yaxınları atıblar oğul uşağı. Yəni, özü ağlı fikri üstündə olmayıb. Biz gedəndə yanındakılar qulağını deyiblər ki, filan kəs bacı, əfəndi gəlib sənin ziyarət və deyəndə, o qadın, vallahi billahi can üstü olan qadın, əlini yaylığına atıb sinəsinin üstünə düzəltdi. Elə ölən qadın da var ki, ömür boyu həm örtül olub, həm öləndə də o həyada olub. Eləsi də var ki, nə misal deyim, gözümüzün qabağındadır hər şey. Onun üçün də daim ölən vaxta qədər, son nəfəsimizə qədər bu müharibə, bu mücadilə döşümüzdə davam eləyir. Və burada da deyir ki, Peyğəmbərimiz əleyhissalatu vesselam Ərabiyə, sən bilmirsən ki, Allah Teala insanlar heç kim günah eləməsəydilər, onları məhv eləyib yerində günah eləyən bir qoyum yaratardı. Onları tövbə eləyərdilər, Allah da onları bağışlayardı və öz kərəmini onlara göstərərdi. Demək ki, burada bilməyimiz olan məqam budur ki, bizim yaradılışda məqsədimiz, var olmağımızın məramı, heyvani hisslərimizə qalib gəlməklə mələki xasiyyətlərimizi, ülvi xasiyyətlərimizi inkişaf elətdirməkdir. Bax, Allah Teala bizim günah eləyəcəyimizi nəzərə alır. Çünki Allah özü bizi bu qabiliyyətdə, bu şəkil yaratıb ki, biz günah eləyə bilən məxluq. Elə məna da odur. Həmin o hissdir ki, həmin o məqamdır ki, bəndə səhv eləyər, amma kimin qabağında səhv eləyib, onu kim görüb, kimin mülkündə səhv eləyib, kimin qabağında səhvə görə hesabat verəcək, kimin verdiyini yiyib, içib, xurram olub, günah eləyib, o səhv eləyib. Bunları nəzər alacaq və Allah Teala'ya tövbə istiğfar eləyəcək və deyəcək ki, ya Rəbb, məni bağışla. Bu günləri böyük İslam alimlərindən, o Suriya hadisələrində minbərdə, kürsüdə şəhid olan böyük İslam alimlərindəndir, Molla Ramazan Buti. Onun bir söhbətinə qulaq astım, çox təsirləndim.
Qazi İyaz Həzrətləri hacca gedir və hacda hamı dua eləyib, hamı o Ərafatda o bir gündə, yəni bayram axşamında Ərafatda, Ərafat meydanında, çölündə müəyyən ayinləri, duaları, ibadətləri, oxunmalı şeyləri oxuduqları halda ancaq əli yanağında səmaya baxmaqla gününü tamam eləyib. Heç bir şey danışmayıb, heç bir şey dua eləməyib. Ancaq susqunluq ki, ya Rabbi, sən məni yaratmısan, bu qədər mən günahlar eləmişəm, sən görmüsən, sənə nə deyim, səndən necə istəyim? Bax, o susqunluğun özü çox danışılan sözlərin üstünədir. O susqunluq çox duadan müstəcəbdir. O susqunluq çox mətləbdən xəbər verir. Bax, Allah Taala'nın da bizi yaratmasındakı məqsəd elə bax onu anlamaqdır ki, biz nəfsani duyğularımıza qalib gəlib mələkut, mələklər məqamına ucala bilək. Hamımız səhv eləyə bilərik. Həzrəti Cənab-ı Əlinin radiyallahu anh'in sözü ilə, ifadəsi ilə ərz eləsək, insanların ən pisi günah eləyəndir. Amma günahkarların ən yaxşısı tövbə eləyəndir. Demək ki, insanların ən pisi günah eləyəndir. Amma bu günahkarların içərisində ən yaxşısı ki, günah eləməyən adam yox. Demək ki, belə çıxır ki, bütün insanların içərisində ən yaxşısı tövbə eləyəndir. Və həmin o tövbə eləmək üçün Allah Taala bizi xəlq eləyib, yaratıb. Günahda iblis kimi israr eləmək insana yaraşmaz. İsrarkar olmaz. Olmaq olmaz. İnsan tövbəkar olsun gərək. Və Peyğəmbər əleyhissalam ərabının mömin günah eləyə bilərmi sualına Peyğəmbər əleyhissalam bu cavabı verir. Və ərabı deyir ki, Elhamdülillahillezî cealeni min ümmetik. Yəni, həmd olsun Allah Taala'ya ki, məni sənin ümmətindən eylədi. Demək ki, ümmət olmaqla ərabı həm dünyasını xilas elədi, həm axirətini. Həm özünü xilas elədi, həm ailəsini. Həm də ona ümmət olmaqla böyük bir titul, böyük bir möminlik, müsəlmanlıq şərəfi qazandı. Yəni biz ki, arada qarşılaşırıq o suallarla ki, hamımız. Nə üçün müsəlmanlar dünyada belədirlər? Müsəlmana yaxşılıq yoxdur. Bu da müsəlman çıxan canı budur və s. deyilir. Biz belə müsəlman olsuq, bu işlər də belə olmaz. Biz belə ola bilmirik deyə, biz belə olmaq istəmirik deyə, biz baxırıq qeyri-müsəlmanlara ki, onlar bəli cəhənnəmə gedəcəklər. Biz onların həyat tərzini, düşüncə tərzini gətiririk. Sonra qabağını ala bilməyəcəyimiz dəhşətli proseslər və dəhşətli nəsillər yetişir və yetişəcək. Belə görsənir bu işlərdən. Qabağını almaq mümkün. Çünki heç bir şeyimiz sir deyil. Telefonla izlənirik, televizorla izlənirik. Heç birimiz bir-birimizə inanmırıq. Hər yeri kameralaşdırılıb, yollar, izlər, dükanlar, evlər. Bir dənə məxfi məsələ özümüzlə Allah arasında qalmayıb və qalmazlıq səbəbi ilə utanmaq hissi aradan gedir. Heç kimdən utanmır. Hamı çalışır ki, bir dənə polisə düşməsin, türməyə düşməsin. Hamı bunun əndişəsindədir. Heç kim günaha düşməsin əndişəsində deyil. Heç kim Allahın qəzəbinə düşməsin əndişəsində deyil. Heç kim cəhənnəmə düşməsin əndişəsində deyil. Amma biz əgər bu ərabının çöldən gələn vəhşi ilan kərtənkələ yiyən bir ərəbin gəlib Peyğəmbər əleyhissalamı bu sualları verib, bu cavabları alıb və həmin bu tərtibat öyrəndiyi qayda üzərinə yaşamış olduğu tərzi həyatla öz həyatımızı tənzimləməyə çalışmırıq. Yəni çalışmır deyəndə siz inşallah ki çalışırsınız. Mən yəni özüm belə gördüyüm üçün bəlkə suizən eləyirəm, amma ətrafda da gördüyüm belədir ki, mən beləyəm, elə gördüklərimdir mənim kimidir. O səbəbdən də bu ərabının Peyğəmbərə verdiyi suallar, Peyğəmbər əleyhissalam vermiş olduğu cavablar bizim üçün böyük bir örnəkdir. Və Peyğəmbər əleyhissalam ərəbə deyir ki, ya ərabı, bundan ulu nemət olarmı? Haq Taala səni cəhənnəmdən və küfürdən xilas edib imana gətirdi və Lata və Üzzaya və Manata səcdə edən bir halda ikən səni o haldan qurtarıb özünə
xidmətə qəbul etdi. Lat, Mənat, Uzza o devirdə bütün bəşəriyyətin düşmüş olduğu küfrün Məkkə şəhərindəki simvolları. Yəni təkcə Məkkədəki Kəbənin içindəki bütlərdən getmir söhbət. O bütlərdən bu gün də var bizim zamanımızda. Məsəl üçün o bütlərdən birisi tutalım ki, müharibə bütü idi. O bütə ibadət edirdilər ki, qalib gəlsinlər. Bu günlər o müharibə eləmək, vəhşilik eləmək, öz saadətini, xoşbəxtliyini, başqasını öldürmək, vətənini əlindən almaq, evlərini xalqının başına uçurmaq o hissi ki var, o Ərəbistanda hər hansı bir bütün simasında həmin müharibənin daşlaşmış və ya dəmirləşmiş bir simvolu idi. İndi elə adamlar var da, müharibələr törədənlər və yaxud da kiçik qonşusu ilə, ailəsinin içərisində qarşı durmalar yaradanlar və yaxud da ki, halvadan düzələn hər hansı bir büt yeməkdən düzəlirdi və ona bolluq bütü kimi ibadət edirlər ki, yeyəcəklərini, içəcəklərini bərəkət gəlsin deyənə, varlı olsunlar deyə. İndi də var da, bilməm bizim manatımız o Kəbənin içərisində manat adındakı bütün nə idisə, amma manata xidmət eləyənlər, manata tanrı deyəcək qədər həyatını manata satan adamlar zamanımızda yoxdur ki, o bütlər həmin o pul düşkünlüyünün, maddiyyat düşkünlüyünün xəmir şəklində, halva şəklindəki simvolu idi. Və bunun kimi o bir işlərdə. Əgər bizim qəlbimizdə vara, devlətə, pula, dünya zövqlərinə, nəfsani zövqlərə, ləzzətlərə düşkünlük varsa, bizim də Kəbəmiz bütlərlə dolmuşdur deməkdir. Onları da yıxmaq lazımdır. Onları yıxıb qəlb Kəbəmizi Allahın nəzərgahı halına çevirmək gərəkdir. Cənab Allah bizim qəlbimizə baxanda orada özündən başqa bir şey görməsin deməkdir. İbrahim əleyhissalam kimi əlimizə nacaq alıb bütləri qıran çağdır. Həzrəti Əli kimi Peyğəmbərin çiyninə çıxıb əlinə nacaq alıb o bütləri yıxan çağdır. Peyğəmbər əleyhissalam kimi Məkkəni fəth eləyib Kəbəyə girib o bütləri dağıtan çağdır. Və inşallah ki, nəfsimizlə mücadilədə, şeytanla olan müharibədə Allah Teala bizi qalib eləsin, müzəffər eləsin. Və umuram Cənab Allahdan ki, bunlar ancaq Allah Teala'nın inayəti ilə öz yardımını, nüsrətini bizim üzərimizdən çəkməz və çəkməməsini Allah Teala'dan təmənni edirəm. Və ümid edirəm ki, bu söhbət bizim müsəlman olmağımız şərəfi və ona ümmət olmaq fəzilətini bir qədər də qəlbimizdə diri tutmağa vəsilə olacaqdır. Və bu ümidlə, bu niyazla, bu niyyətlə sizdən ayrılıram. Əssalamu aleykum və rəhmətullah teala və bərəkatuhu.